Bu yas yerində yeməklərin yığışmasıyla bağlı illərdir mübahisə, söhbət, müzakirə, hər şey gedir. Hadisəyə yas yerinə gələnin gözündən baxsaq, hamı uzaqdan, yaxından gələn bir çay içib, bir halva yeyib, nəsə öyrəşmişik də, illərdir bu ehsana öyrəşmişik. Sonra bizim beynimizə yeridiblər ki, ehsanı yemək savabdır. Buna da inanmışıq, basıb yemişik əlimizə gələni. Hadisəyə yas yiyəsinin gözündən baxsaq, bu çox aqressiv, qıcıq verici bir mənzərədir. Mənim də yas yerində, yas yiyəsini deyirəm, yas yiyəsinin adamı ölüb, əziz ölüb. Cəmaət gəlir, heç kim o ölünü ağlamır. Hamı öz ölüsünü varsa ağlayır, öz dərdini ağlayır. Sonra da löyn-löyn, plovdan, bozartmadan, halvadan, turşudan, meyvədən, sonra nə deyim, marmeladdan qəşəq-qəşəq yeyir, çıxır gedir. 40 gün gəlir, gedir, yeyirlər. Evdə də yeyirlər. Evdə də qazan hər cümə asılır, küftəsi ayrı, nə bilim, kalapırı ayrı, pişir, xalqın qabağına çıxır. İndi bilmirəm nə deyim. Ölü yiyəsi bilmir ölüsünün dərdini çəksin, bilmir xalqa qulluq eləməyin. Hətta yasdan da inciyib gedən var. Yemək çatmayıb, inciyib gedən var. Nə bilim, siz nə düşünürsünüz?